Qardaşınız sizə bir ev gətiribdi ki, möhtəşəm. Mən kimi həyat sevənlər, 3 sotun içərisində şəxsi tikili bir mənzil. Necədir siz üçün? Bu evləri çox çəkən olubdu, amma düşünürəm ki, bizdən alacaqsınız. Çünki sərfəli təkliflər də məhz bizdəndir. Dəyərli izləyicilərimiz, sizi düşünərək ofis haqlarını ləğv etmişik. Bir də sizə bir söz deyim, həyat evində nə istəyirsiniz? Daimi suyu, qazı, işığı yerində olsun, düzdürmü? Bax, burada daimi su, qazı, işıq yerindədir, narın yağış yağır. Gözəl bir bisetkası var burada. Yayda qəşəng buranı manqallıq eləyirsiniz. Özünüz üçün istirahət yeri düzəldirsiniz. Zaten həyat evini alan niyə alır? Həm bağ kimi, həm də belə istifadə etmək üçün. Orada da sanitar qovşağı var çöldə. Burada deməli bar verən meyvə ağacları var ki, yaşıllıq yayda bura insana zövq verəcək. Tam yolun kənarında 118 minə gözəl bir ev təqdim edirəm. Gözəl izləyicilər, sizin kimi gözəldir bax bu evdə. Qabağına baxın bir də navesinə. Çox möhtəşəmdir və keçək evimizə. Evimiz 3 otaqdan ibarətdir. 3 otaqdan ibarətdir və deyim ki, çox böyükdür, yox, xudmani evlərdir. Məhz xudmani ev istəyib, həyəti geniş istəyənlər üçün uyğun bir variantdır. Allah alanın da, satanın da min bir xeyrin versin. Allah'tan arzum budur ki, bu oruçluqda kim ev arzusu edirsə, ev arzusundadırsa, Allah Taala o izləyicilərimizə gözəl evlər nəsib eləsin və bizim vasitəmizlə. Burada sanitar qovşaqdır, burada baxın. Paket kopça, dövlət ipotekasına yararlı. Yerləşmə yeri olduqca gözəl yerdə, tam yolun kənarında. Özə dostlar, bir sözlə deyim, sizin bu torpaqdan əlavə qarşınızdakı olan xırda bir yer də sizə aiddir ki, yalnız yaşıllaşma üçün istifadə edə bilərsiniz. Yalnız yaşıllaşma üçün. Bizi izləmədə qalın da, ən gözəl evlər bizdədir.